Maddə kütləsinin saxlanması qanununa da baxaq. Deməli, 18-ci əsrdə çox saylı təcrübələr əsasında maddə kütləsinin saxlanması qanunu kəşf olunmuşdur. Bu deməli qanun necə ifadə olunur? Maddə kütləsinin saxlanması qanunu belədir ki, reaksiyaya girən maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabərdir. Yazırsınız, reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabərdir. Mən qısa-qısa yazdım, siz dinləyib də yəni yaza bilərsiniz. Kalsiumun oksigenlə reaksiyası nümunəsində qanunu izah elə. Baxın, kalsiumun üzərinə oksigen gəlir. Alınır belə bir birləşmə. Burada baxın, neçə oksigen görürsünüz? 2, bu tərəfdə 2 olsun deyə 2 yazmalıyıq. 2 dənə kalsium. Kalsium nə qədər reaksiyaya girib? 2 vur 40 qram. Oksigen nə qədərdir? 32 qram. 80 üstə gəl 32. Bizə nə verəcəksə o alınan da bu 2 mol kalsium onun kütləsidir. 112 qram kalsium oksid baxın. Reaksiyaya girənlərin kütlələri cəmi bərabərdir alınan kütlələri cəmi. Yəni burada alınan bir dənə maddədir, ona görə də tərtib edirik. Həqiqətən də kalsium oksidi 2 kalsiumu olduğu üçün 2 vur 56 112-yə bərabərdir. Bu qədər reaksiya baş versə də tərəzinin göstəricisi dəyişmir. Nə üçün? Aha, reaksiya baş verir, tərəzinin göstəricisi dəyişmir. Çünki yazırsınız. Çünki ağzı bağlıdır. Ağzı bağlıdır. Qaz ayrılmır. Bərk maddələr alınır. Və qabda qalır. Qabda qalır. Reaksiyaya girən maddələrin kütlələri cəmi alınanların kütlələri cəminə bərabərdir. Yəni, tutaq ki, burada baxın, M qram kalsium kloridi girib, M də bu. Bu alınan da, yəni M plus N, bu da X, Y desə, bunlar bir-birinə bərabərdir kütləsi. Ona görə də dəyişmir. Yəni, maddələrin kütlələrinin saxlanması qanunudur. Amma burada məsələ ola bilərdi ki, qaz alınıb, bunun ağzını baxın, açıq qoysaydı, o qaz uçsaydı, onda kütlə təbii ki, azalacaqdır. Metanın yanma reaksiyasının kürəciklərlə ifadə olunmuş sxemi verilmişdir. Bu sxem maddə kütlənin saxlanması qanunu əks etdirilmir. Cavabını əsaslandırır. Siz nə görürsünüz? Bu CH4-dür. CH4-dür. Bu mərkəzdəki karbondur. Bu bir dənə karbondur. Qırmızılar isə oksigenlərdir. Üstə gəl O2. Alınıb orada CO2, üstə gəl H2O. Bir dəqiq, bunu baxaq görək. Bu əks etdirməyəcək. Nəyə görə? Burada bir dənə bir şey var. Burada bu şəkil düzgün olmalıydı. Deməli, CH4 üstə gəl O2 əks etdirməyəcək. Deməli, burada baxın, 4 dənə hidrogen var. Burada neçə dənə hidrogen görürsünüz? 2 dənə. Bu əks etdirmir. Bu su molekulu 2 dənə olmalıdır. Yazın ki, su molekulu 2 olmalı idi. Bu şəkildən 2 dənə çəksəydi, hə. Amma belə axı bərabər olmayacaq burada. Burada verilən az olacaq. 4-ə baxaq. Reaksiya üçün maddələrin kütləsinin zamanı asılıq olaraq dəyişməsi qrafiki verilib. Reaksiya söz tənliyini tərtib et. Tərtib edək. Deməli,
Reaksiya girən, baxın, reaksiya girən burada bu C-dən öz aşağı gələn kalsium karbonatdır. Kalsium karbonat. Onu elə xətlə yazırıq da, parçalanır. Alınır kalsium oksid. Üstə gəl karbon qazı. A, B, C üçün doğru olan münasibəti seçin. Baxın, burada kalsium karbonat nədir? Kütləsi A-dır. A nəyə bərabərdir? A nəyə bərabərdir? Baxın, reaksiya deməli, girənlərin kütlələri cəmi bərabərdə alınan kütlələr cəmidir. Burada da kalsium karbonat parçalanıb. C qram parçalanıb. C qram parçalanıb. Alınanlar nə qədərdir? B qram, A qram. B üstəgəl A. Buna bərabər olmalıdır. A üstəgəl B C-yə bərabərdir. Bu düzdür. A üstəgəl C B-yə bərabər deyil. Bu səhvdir. B üstəgəl C də A-ya bərabər deyil. Bu da səhvdir. C bərində cavabını əsaslandır. Bayaqki o kütlə saxlanması qanunu yaza bilərsiniz burada. Reaksiyaya girənlərin kütlələri cəmi bərabərdir alınanların kütlələri cəmi. Yəni kalsium karbonatın kütləsi cəmi kalsium oksidə karbon qazı kütləsinin cəminə bərabərdir. 5-ci sual. Reaksiya üçün maddələrin kütləsinin zamandan asılı olaraq dəyişmə qrafiki verilmişdir. Maddə kütləsinin saxlanması qanunu əsasında reaksiya nəticəsində alınan CO2-nin kütləsini hesabla. Baxaq, nə görürük burada? Reaksiya girənlər hansılardır? Baxın, əvvəldə olub, deməli, sonra azalanlar reaksiya girənlərdir. CH4 üstəgəl O2. Alınan nədir? Bax, bu sıfırdan gələn alınandır. Alınan H2O-dur. Üstəgəl burada CO2 də olacaq. CO2-ni verməyib. Biz bu CO2-ni tapmalıyıq. Buna deyək X. Deməli, CH4 neçə qram reaksiya girib? 20-dən 4-ə gəlib, görürsünüz. Yəni, bunun 16 qram reaksiya girib. Üstəgəl, oksigen nə qədər reaksiya girib? 70-dən 6-ya gəlib. Yəni, bunun 64 qram reaksiya girib. Su nə qədər alınıb? 36 qram. CO2-ni bilmirik, X yazaq və bu tənliyi həll eləyək. Deməli, bu da deyəcək 44. 36-nı bu tərəfə keçsək, 20, 44 eləyəcək. Altıncı suala baxaq. 12,8 qram A və 7,2 qram B maddəsi dam sərf edilməklə reaksiya daxil olduqda C qram, daha doğrusu 14,8 qram C və 5,2 qram D maddəsi əmələ gəlir. Maddə kütləsi saxlanması qanunu bu reaksiya üçün ödəndiyini izah et. Deməli, A, B ilə reaksiya girib C ilə D əmələ gəlib. 12,8 üstəgəl 7,2. Görək. Reaksiya girənlərin kütlələri cəmi bərabərdirmi? Burada axı bizə deyir 14,8 bundan alınıb, 5,2 də bundan. Bu hissədə cəmi neçə edir? 20. Burada da elə 20 edir. Demək ki, ödəyir. Reaksiya girənlərin kütlələri cəmi alınanların kütlələri cəminə bərabərdir və maddə kütləsinin saxlanması qanunu bu reaksiya üçün ödənir. B-də nə deyir? Qrafikdə reaksiya daxil olan və alınan maddələrin kütləsinin zamandan sonra dəyişmə əyrilərini çək. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Deməli, reaksiya girənlər nə oldu? A. A 12,8-dir. Tutaq ki, haradasa buralardadır. 12,8-dir. Və bunun hamısı reaksiya girir. Sonra B-yə baxaq. B neçə verib? 7,2. 7,2 də təxminən deyək belədir. Bu hamısı yəni eyni zamanda sərf olunsun. Zamanı eyni şey eləyin. 4-cü saniyədə elə bil ki, bitsin reaksiya. 7,2 sərf olur. Sonra 14,8 qram C əmələ gəlir. Bunların üstündə də yazaq. Deməli, buna nə yazdıq? A, bu B-dir. Əmələ gələn C 14,8. Haradasa təxmini 15-dən biraz aşağıdır. Bu C-dir. Və 5,2 D. Buradan. Birazsa. Yuxarı 5,2 olsun. Bu 7,2. Siz B-ni biraz da yuxarı qaldıra bilərsiniz.
Bu olsun D. Belə, sağ olun, salamat qalın.